Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Azərbaycanda Cəlairlər, Teymurlər və Qızıl Ordu hökmdarı Toxtamışın ağalığı haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. İlk öncə vurğulamaq istəyirəm ki, biz ötən dərsimizdə öyrənmişdik ki, Qızıl Ordu bəyi Canı bəyin Azərbaycana 1357-ci ildə yürüşü zamanında artıq Azərbaycanda Hülakülər dövlətinə son qoyuldu və Azərbaycanda Qızıl Ordunun ağalığı başladı. Lakin bu ağalıq uzun sürmədi, 2 ay müddətinə davam eləmişdi və 1359-cu ilə qədər Azərbaycanda müəyyən qədər hakimiyyət boşluğu yaşandı. 1359-cu ildə Azərbaycan Cəlairlər dövlətinin tərkibinə daxil edildi. İlk öncə məlumat vermək istəyirəm, Cəlairlər kimlər idi? Cəlairlər Bağdad ərazisində dövlət qurmuş şəxslər idi ki, 1340-cı ildə hələ Bağdadda Cəlairlər Şeyx Həsənin rəhbərliyi altında Cəlairlər dövlətini yaratmağa nail olmuşdular. Hansı ki, ötən dərsimizdə öyrənmişdik ki, 1335-dən 1338-ə qədər 3 il ərzində Azərbaycanda Hülakülər səltənəti uğrunda 3 sülalə mübarizə apardı. Cəlairlər, Çobanilər və Şirvanşahlar və bunların içərisində təbii ki, Çobanilər qalib gəlmişdi və Hülakülərdə hakimiyyəti ələ almağa bacarmışdılar və burada məğlubiyyətə uğrayan, qalib gələ bilməyən Cəlairlər isə 1340-cı ildə Bağdad ərazisindən getmiş və burada özlərinə yeni bir dövlət qurmuşdular. Azərbaycanda 1357-ci ildə Qızıl Ordunun ağalığa başa çatdıqdan sonra Cəlairlər Azərbaycana gəldilər və 1359-cu ildə Cəlairi hökmdarı Şeyx Üveys Təbrizi işğal etdi. Kür çayından cənubda yerləşən Şimali Azərbaycan torpaqlarını və Cənubi Azərbaycan torpaqlarını öz hakimiyyətinin altına birləşdirdi. Şeyx Üveys tərəfindən 1367-ci ildə Şirvanşahlar dövlətinin asılı hala salınması ilə Azərbaycan tamamilə bütöv halda Cəlairlərin tərkibinə daxil edildi və 1359-dan başlayan asıllıq 1410-a qədər davam etdi. Və Şeyx Üveysin hakimiyyəti dövründə Cəlairlər dövlətində bir sıra abadlıq işləri aparıldı, suvarma sistemləri bərpa edildi, dövlət daxilən möhkəmləndirildi, iqtisadiyyatda canlanma baş verdi və Şeyx Üveysin dövründə Təbrizdə dövlətxana sarayı inşa edildi. Bu qeyd etdiyim məqamların hamısı Şeyx Üveysin hakimiyyət dövrünə aid idi. Baxın, yenə deyirəm, Cəlairlər dövləti 1340-dan 1410-cu ilə qədər mövcud olmuşdur. Azərbaycandakı ağalıqları dövrü 1359-dan başlayır, Təbrizin işğalı ilə 1410-a qədər davam edir. Azərbaycana Cəlairlərdən əlavə 14-cü əsr dönəmində başqa düşmənlərin də yürüşü baş verdi. Belə ki, Qızıl Ordu xanı Toxtamış xan 1385-ci ildə 90 minlik qoşunla Azərbaycana doğru yürüşə başladı. O, Dərbənd keçidindən keçərək Təbrizə doğru irəlilədi. 1385-ci ildə Təbrizdə şəhər əhalisinə qarşı görünməmiş sərt cəza tədbirləri həyata keçirdi. İlk öncə Təbrizə qarşı mübarizə aparan zaman Təbrizliləri inandırdı ki, güya onlarla sülh müqaviləsi bağlayacaq və bu zaman Təbrizdəki şəhər əyanları, məmurları müəyyən qədər xərac toplayıb, müəyyən qədər xərac topladılar ki, Qızıl Ordu xanı Toxtamış xan üçün hazır etsinlər, lakin digər tərəfdən də yerli Təbriz əhalisi silahını yerə qoydu ki, deməli, Toxtamışa qarşı mübarizəni dayandırsınlar. Bu zaman Toxtamış onları aldatdı, şəhərin darvazalarından içəri daxil olaraq əhaliyə misli görünməmiş zülmlər yaşatdı və bir çox qadınlar, uşaqlar başı açıq, ayaq yalan vəziyyətdə qarın içində qaldılar. Əhaliyə çox böyük zülmlər edildi və belə ki, Təbriz şəhəri işğal edildi Toxtamış xan tərəfindən 1385-ci ildə və o, Azərbaycana gələndə biz bilirik ki, Azərbaycan həmin dövr ərzində Cəlairlərin tərkibində idi və bu zaman Cəlairin nümayəndəsi Sultan Əhməd Bağdad ərazisindən qaçdı, yəni Toxtamışın gəlməsi xəbərini işləyərək Bağdada qaçmışdı. Lakin daha sonra Toxtamış xan Azərbaycanda uzun müddətli qala bilmədi. Çünki 1386-cı ildə Toxtamış xan eşitdi ki, Əmir Teymurun Azərbaycana yürüşü baş verir. Buna görə də o, Dərbənd keçidindən keçərək Volqa boyu ərazilərə gedərək o ərazilərdə artıq işğallar həyata keçirdi və öz ölkəsinə geri döndü. Yəni 1385-də gələn Qızıl Ordu Toxtamış xan 1386-da Əmir Teymurun yürüşünə işləyərək geri qayıtdı.
Əmir Teymurun haqqında vurğulamaq istəyirəm ki, Əmir Teymur Teymurlar dövlətini yaradan şəxs olmuşdur. O, Mərkəzi Asiya bölgəsində özünə dövlət qurmuşdu və bir çox ərazilərə işğalçı yürüşləri olmuşdu. Əmir Teymur Azərbaycana 3 dəfə böyük yürüşlər həyata keçirdi. İlk yürüşü 1386-cı ildə baş verdi. O, bu yürüşü 3 illik yürüş adlandırmışdı. Çünki burada o 3 il ərzində qalmağı planlaşdırmışdı. 1386-cı ilə gələn zaman Əmir Teymur Təbriz şəhərini özünə tabe etdi, özünə birləşdirdi, Təbrizlərə qarşı mübarizə apardı, özünə birləşdirdi. Bu zaman Cəlairlər, yenə Azərbaycan təbii ki, Cəlairlərin hakimiyyəti altındaydı və Cəlairlər buradan qaçdılar Əlincə qalasına, oradan da Bağdada qaçdılar. Cəlair nümayəndələri ilk öncə Əlincə qalasına, sonra isə Bağdada qaçırlar Əmir Teymurun görüşünü eşidərək. Ardınca Əmir Teymur Təbrizdən sonra irəliləyir Naxçıvan istiqamətində. Naxçıvandan sonra Naxçıvana gedən zaman Əlincə qalasını mühasirəyə alır, amma işğal edə bilmir. Çünki Əlincə qalası çox güclü müdafiə olunurdu. Çünki Cəlairlərin xəzinəsi məhz Əlincə qalasında yerləşirdi deyə, ona görə onlar bu qalanı çox güclü müdafiə edirdilər. Əmir Teymur daha sonra qışlamaq üçün Qarabağa getdi və Qarabağda Şirvanşah 1-ci İbrahim Əmir Teymurun hüzuruna gedərək ona itaətini bildirdi. Hətta mənbədə belə bir məlumat qeyd olunur ki, normalda deyir, həmin dövrdə hədiyyə aparan zaman 9 dənə qul aparılmışlar, yəni kimsə yanına hədiyyə gedən zaman atlarla bərabər 9 qul aparılmışlar. Burada Şirvanşah 1-ci İbrahim atlarla yanaşı 8 dənə qul aparır və burada atlara baxan şəxs soruşur ki, axı adət budur ki, 9 dənə qul aparasan, sən 8 dənə qul gətirmirsən. Şirvanşah 1-ci İbrahim keçir qulların sırasına və deyir ki, 9-cu qul özünəm. Və bu söz Əmir Teymurun xoşuna gəlir və bununla da artıq Əmir Teymur Şirvanşah 1-ci İbrahimin hakimiyyətini tanıyır. Şirvanşah 1-ci İbrahim ona tabi olur və Əmir Teymur Azərbaycanın şimal hissəsinin idarəsini Şirvanşah 1-ci İbrahimə artıq tapşırır. Çünki Şirvanşah 1-ci İbrahim qəşəng bilirdi ki, Qızıl Ordu xanı Toxtamış xan yaxından gələn bir düşməndir. Amma Əmir Teymur uzaqdan gəlir və Əmir Teymurun hər dəqiqə Azərbaycana yürüş etməyə bilərdi. Əmir Teymura uzaqdan gəldiyi üçün ona güvəniləcək bir insan lazım idi. Şirvanşah 1-ci İbrahim qəşəng bildi ki, o Toxtamışın yürüşünə qarşı Əmir Teymurun qüvvəsindən istifadə edə bilərdi. Elə məhz buna görə də getmişdi 1386-da Əmir Teymurun asılılığını qəbul etmişdi. Daha sonra Əmir Teymur əslində Azərbaycanda 3 il müddətində qalmağı planlaşdırsa da belə 1387-ci ildə xəbər gəldi ki, Toxtamış, yəni Qızıl Ordu hökmdarı Toxtamış Teymurlərin şəhərlərindən olan Buxara və Səmərqənd istiqamətində irəliləyib yürüşlər həyata keçirdi. Buna görə də Əmir Teymur 1387-də Azərbaycanı tərk edir və çıxır gedir. Lakin gedən zaman Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırır. Miranşah Azərbaycanda ağalıq etdiyi bir dönəmlərdə artıq əhali ona qarşı narazılıqlara başlayır. Çünki Miranşah insanlara qarşı zülmlər edirdi, vergiləri artırırdı. Daha sonra Əmir Teymurun növbət dəfə Azərbaycana ikinci yürüşü 1392-ci ildə oldu. Azərbaycana gəldi Əmir Teymur, yenidən Təbriz şəhərini tabe etdi və bu zaman Təbriz şəhəri Azərbaycanın əsas qalası, əsas açarı hesab olunurdu. Yerli feodallar da Təbriz ələ keçirməyə çalışırdı, Əmir Teymur da. Və burada belə bir mənfi məqam var ki, mənfi xüsusiyyət var ki, yerli feodallar öz aralarında mübarizə aparırdılar. Yəni Əmir Teymura qarşı birləşmək əvəzinə öz aralarını didişirdilər, ancaq boğuşurdular. Əksinə onlar öz qüvvələrini birləşdirsəydilər, Əmir Teymura qarşı daha uğurlu mübarizə apara bilərdilər. Bir dənə baxın görün, videomuz davam edirmi? Aha, davam edirik. Daha sonra 1392-ci ildə Əmir Teymur Təbrizə gəlib tabe etdikdən sonra yenə də Cəlairlər Əlincə qalasında vuruşurdular. Cəlairlərin nümayəndələri Əlincə qalasına sığınmışdılar. Yenə Əlincə qalası üzərinə yürüş edir Əmir Teymur, yenə də işğal edə bilmir. Və bu zaman Əlincə qalasının müdafiəsində kimlər durmuşdu? Cəlairi hökmdarı Sultan Əhmədin oğlu Sultan Tahir idi. Onunla yanaşı Əmir Altun, Xacə Cövhər. Bu 3 nəfər Əlincə qalasının tam müdafiəsində durmuşdular. Təbii ki, bunlar yalnız deyildi. Belə ki, Cəlairlərdən əlavə Əlincə qalasının müdafiəçiləri içərisində Şəki hakimi Seydi Əli, daha sonra Şirvanşah 1-ci İbrahimin qüvvələri, Gürcü çarı 7-ci Georginin qüvvələri və Hürufilik hərəkatının nümayəndələri var idi. Hürufilik hərəkatı deyərkən bunlar kimlər idi? Hürufilik hərəkatının nümayəndələri hərfləri müqəddəs sayırdılar və ərəb hərflərini ilahiləşdirirdilər. Yəni,
bu hərfləri ilahiləşdirən bir cəryan idi, bir hərəkat idi ki, hürofilik hərəkatının nümayəndələri Teymurilərin ağalığına qarşı çıxırdı və mübarizə aparırdı. Məhz bu hərəkatın nümayəndələri Əlincə qalasına yardım göstərmişdi. Bəli, burada siz Şirvanşah 1-ci İbrahimin adını görürsünüz, düzdür. Şirvanşah 1-ci İbrahim Əmir Teymura tabi olsa da belə gizlin yollarla o Əlincə qalasına dəstək göstərirdi. Yəni bir növdə həm də Əmir Teymura qalib gəlməyə çalışırdı. Daha sonra biz deyəcəyik ki, Əmir Teymur Azərbaycana ikinci yürüşü dövründə Əlincə qalasının tabeyini bilmir. Buradan irəliləyir, Bağdad istiqamətində yürüyüş həyata keçirilir. Bağdaddan geri qayıdır yenidən Naxçıvana, yenə Naxçıvanı ələ keçirə bilmir. Daha sonra Gürcistana yürüyüş edir. Gürcistana yürüyüş etdikdən sonra Azərbaycana qayıdır. Burada Şəki hakimi Seyid Əlini özünə tabi edir. Lakin burada Seyid Əli daha sonra tabiçiliyi pozacaq. Əmir Teymurun etməsindən sonra, ikinci yürüyüşdən sonra yeni Seyid Əli boyun qaçırdır, tabi olmur. Yəni başlayır Əmir Teymura qarşı mübarizə aparmağa. Qeyd etdiyim məqamlar Əmir Teymurun ikinci yürüyüşü ilə bağlıdır. Baxın, yenə deyirəm. 1392-də gəldi, Təbrizdə hücum etdi, yenidən işğal etdi. Əlincə qalasını hücum etdi, tuta bilmədi. Əlincə qalasının müdafiəsində Sultan Tahir, Əmir Altun, Xacə Cövhər dayanmışdı. Onlara kömək edirdi Şəki hakimi Seyid Əli, Şirvanşah 1-ci İbrahim, Gürcü çarı 7-ci Georgi, hürofilik hərəkatının nümayəndələri. Lakin burada Əmir Teymur qalib gələ bilmədi. Getdi Bağdad istiqamətindən, sonra yenidən Naxçıvan, sonra yenidən Gürcistana yürüyüş edir və sonra da Azərbaycanı tərk edir. 1395-ci il dönəmində. 1395-də Əmir Teymur Dərbənd və Dəryal keçidlərindən keçərək Şimali Qafqaz istiqamətində irəliləyir. Hətta burada Terek döyüşü belə baş verir. Qızıl Ordu ilə Əmir Teymur arasında Əmir Teymur qalib gəlir və Qızıl Ordunun şərq vilayətlərini işğal edir. Şimali Qafqazda bir sıra işğallar həyata keçirilir. Azov qalası ətrafına Kuban və Tereki işğal edir. Bu qeyd etdiyim məqamlar onun 1395-ci ildəki səfəri ilə bağlı idi. Əmir Teymurun Azərbaycana 3-cü yürüyüşü 1399-da olacaq. Belə ki, Azərbaycanı ikinci yürüyüşdə sonra tərk edəndən sonra deməli 1398-ci ildə Hindistan istiqamətində irəliləyir. Sonra Hindistandan geri qayıdarkən 1399-da Azərbaycana 3-cü dəfə yürüyüş təşkil edir. Gələn zaman Şəki hakimliyini özünə tabi edir. Bu zaman artıq Şəki hakimi Seyid Əlinin oğlu Seyid Əhməd idi hakimiyyətdə. Seyid Əhməd deməli Şirvanşah 1-ci İbrahimin vasitəçiliyi əsasında Əmir Teymurun hüzuruna gedir və onun itaətini qəbul edir və atasının günahlarını Əmir Teymur ona bağışlayır. Çünki Seyid Əli ittifaqı pozmuşdu, ona tabi olmağa pozmuşdu və Əmir Teymur yəni nəzərə alaraq hər bir şeyi onun atasının günahını bağışlayır və Seyid Əhmədi Şəki hakimi kimi tanıyır. Daha sonra Əmir Teymur Azərbaycana 3-cü yürüyüşünə gələndə bu zaman artıq Sultan Tahir, hansı ki Əlincə qalasının müdafiəçilərindən biri idi, o Bağdada qaçır. Cəlalilərin xəzinəsini götürərək Bağdada qaçır və Əlincə qalası artıq başsız qalır. Və bunu belə görən Əmir Teymur 1400-cü ildə 14 ildən bəri müdafiə olunan Əlincə qalasını ələ keçirdir. Əlincə qalasının süqutu 1400-cü ilə aiddir. Bundan sonra Əmir Teymur Bağdada yürüyüş edir. Bağdada yürüyüş edən zaman deməli vaxtilə Cəlairi hökmdarı olan Sultan Əhməd və onun dostu Qaraqoyunlu Qara Yusif birləşirlər. Əmir Teymurun gəlməsi xəbərini eşidərək qaçırlar Misirə. Və orada hətta Misir hökmdarı tərəfindən həbsə alınırlar. Əmir Teymur əmr edir ki, Misir hökmdarına ki, onları həbsə alsınlar. Və onlar da həbsə alınırlar. Lakin 1405-ci ildə Əmir Teymur Çin üzərindən yürüyüşə hazırlaşarkən qəflətən ölür və bunun ölümü ilə əlaqədar Misir hökmdarı onları sərbəst buraxır, azad buraxır. Bundan sonra biz deyəcəyik ki, Əmir Teymurun ölməsinə baxmayaraq Azərbaycanda onun oğlanları və nəvələri ağalıq edirdi. Belə ki, Azərbaycanda Miranşahın oğlu Mirzə Ömərin ağalığı var idi. Mirzə Ömərin hakimiyyətinə qarşı da ərazidə üsyanlar baş verirdi. Bu zaman Azərbaycan Mirzə Ömərin hakimiyyəti altında olsa da belə Şirvanşahlar dövləti Şeyx İbrahim, yəni Şirvanşah 1-ci İbrahimin hakimiyyəti altındaydı. Şirvanşah 1-ci İbrahim gördü ki, Əmir Teymur artıq öldü. O, Qarabağ və Gəncə ərazilərini işğal etdi. 1405-ci ildə Kür çayı sahilində baş vermiş döyüş zamanı Teymurları məğlubiyyətə uğratdı. Bu döyüşdə Şirvanşah 1-ci İbrahimin köməkçiləri Kaxetiya hökmdarı, Ərdəbil hakimi, Şəki hakimi və Gəncə hakimləri ona yardım göstərdilər və Teymuri ordusu olan
Teymuri hökmdarı olan Mirzə Öməri məğlubiyyətə uğratdılar. Kür sahəsində baş vermiş döyüşdə Şirvanşah 1. İbrahim Teymuri Mirzə Ömər üzərində qələbə qazandı. Və 1405-ci il Kür sahəsində döyüş nəticəsində Teymurilərin Gürcüstanda, Şirvanşahlarda və Şəki arasındakı hakimiyyətinə son qoyuldu. Yəni Teymurilərin Azərbaycanın şimalındakı hakimiyyətinə son qoyulmuş oldu. Bundan sonra biz deyəcəyik ki, Azərbaycanın cənub ərazilərində Miranşahın digər oğlu Əbubəkrin hakimiyyəti davam edirdi. Əbubəkrin aldığı vergilərə qarşı üsyanlar baş vermişdi. Belə üsyanlardan biri Təbrizdə olmuşdu. Və bu zaman Təbriz əhalisi köməyə Şirvanşah 1. İbrahimi çağırır və 1. İbrahim 1406-cı il Təbrizə yaxınlaşır. Təbrizdə 2 aylıq hakimiyyətini qurmağa bacarır və bu 2 ay ərzində Şirvanşah 1. İbrahim Azərbaycanın vahid halda birləşdirməyi bacarır. Lakin daha sonra xəbər gəlir ki, Sultan Əhmədlə Qara Yusif Misirdən durub gəlirlər Azərbaycana. Onların gəlişi xəbərini eşidən Şirvanşah 1. İbrahim Təbrizi tərk edir və buradan çıxıb gedəndən sonra buraya Qara Yusif və Sultan Əhməd gəlirlər. Daha sonra Qara Yusif və Sultan Əhməd bir müddət müttəfiq halında vuruşsalar, daha sonra öz aralarında müəyyən çaxnaşmalar yaşanacaq. Belə ki, 1406-cı ildə Qarabağında Qara Yusifin qüvvələri 1406-da Teymuriləri məğlubiyyətə uğradırlar. Teymuri Əbubəkrin qoşununu məğlub edirlər. Ardınca 1408-ci ildə yenidən Sərdurud döyüşündə bir daha Qaraqoyunlular qalib gəlirlər. Qaraqoyunlu və Cəlalilərin birləşmiş qüvvəsi Teymurlar üzərində qələbə qazanır. 1408-ci ildə Teymurlar Azərbaycandan qovulur. Sərdurud döyüşü nəticəsində Teymurlərin Cənubi Azərbaycandakı hakimiyyətinə son qoyulur. Baxın, yenə vurğulayıram. Teymurlərin Şimali Azərbaycanda hakimiyyətinə son qoyulması 1405-ci ildir. Teymurlərin Cənubi Azərbaycanda hakimiyyətinə son qoyulması 1408-ci il Sərdurud döyüşünə aiddir. Bu da Teymurlərin Azərbaycandakı ağalığı dövrü olan məqamlarımız idi. Yəni, vurguladığım hər bir şey bu dövrə aid idi. Ümid edirəm ki, dərsi anlaya bildiniz. İnşallah növbəti görüşərək, növbəti dərslərimizdə görüşərik. Sağ olun.